Azərbaycanda mənim gördüyüm işlərin tayı bərabəri yoxdur. Camaat məktəb oxuyanda mən sənət öyrənirdim. Heç kim mənim işimdən səhv tapa bilməz. İşi görməyinə hamı görür, ancaq mənim işlədiyim işi, mənim işlədiyim qiymətə heç kim işləyə bilmir. Videonun sonunda çox böyük bir sənət əsəri görəcəksiniz. Məktəb oxuyub müəllim ola bilərsən, sənətkar olmaq üçün əziyyət çəkmək lazım. Bir dənə də sualım var, sizcə oxumaq yaxşıdır, yoxsa sənətkar olmaq yaxşıdır?